belə bir təcrübəyə baxaq. Vakuum kamerasında ağzı bağlı rezin şar yerləşdirək. Şarın içərisində azacıq hava var. Nasosla kameradakı havanı çıxarmağa başlayaq. Şarın ətrafında hava seyrəldikcə, o tədricən şişərək kürə formasını almağa başlayır. Təcrübənin nəticəsi belə izah olunur. Şarın divarlarına həm daxildəki, həm də onu xaricdən əhatə edən hava molekulları zərbələr endirir. Kamerada hava seyrəldilərkən, şar ətrafındakı hava zərrəciklərinin sayı azalır. Lakin ağzı bağlı şarın daxildəki zərrəciklərin sayı dəyişməz qalır. Odur ki, hava sovrulduqca, qaz zərrəciklərinin şarın daxili divarına vurduğu zərbələrinin sayı xaricdən divara edilən zərbələrin sayından daha çox olur. Nəticədə, rezin şar şişməyə və kürə formasını almağa başlayır.